Yolda hər gün Hür, İmam Hüseynin insani, əxlaqi və ilahi davranışlarını görür, onu müşahidə eləyir və daxilən dəyişməyə başlayır. O anlayır ki, bu şəxsiyyətin qarşısında durmaq zülm və cəhalətdir. Hür İbni Yezid Riyahinin Kufəyə getməyə qoymadığı bu şəhadət karvanı hicrətin 61-ci ili Məhərrəm ayının 2-sində hər tərəfi səhra olan bir məntəqəyə çatır. İmam burada atını saxlayır və ətrafdakılardan bu torpağın adını soruşur. Neynəva, Qadisiyyə və bir neçə ad səslənəndən sonra bir qoca imama yaxınlaşıb deyir: "Bu məkan Kərbəla adlanır. Ey Allah Rəsulunun oğlu!" İmam dərhal yerə baxır, torpaqdan bir ovuc alır, iyiləyir və dərin təəssüf hissi ilə başını göyə qaldırır. İlahi, mən kədər və bəlaya düçar olmaqdan sənə sığınıram. Sonra üzünü səhabələrinə çevirib buyurur: "Bura bizim enəcəyimiz və şəhid olacağımız yerdir. Bura bizim qəbirlərimizin qazılacağı torpaqdır. Burada bizə aid qəbirlər görünür. Allah öz vəlilərinin canını burada alacaq." İmam karvanın orada enməsini əmr eləyir. Quraq, ağacsız, yanar torpaqda çadırlar qurulur. Düşmən onların Fərat çayı yaxınlığında düşməyinə imkan vermir. Bu zaman Hür İbni Yezid Kufəyə məktub göndərir. Xəbər Kufəyə çatanda İbn Ziyad məsələnin ciddiliyini anlayır. O, Ömər İbni Səd İbni Əbu Vəqqası İmam Hüseynlə üz-üzə qoymaq üçün 4000 nəfərlik ordu ilə Kərbəlaya göndərir. Ömər əvvəlcə tərəddüd eləyir, çünki o Hüseynin kim olduğunu yaxşı bilirdi. Amma Rey vilayətinin idarəsi və dünya malı qarşılığında o bu iyrənc missiyanı qəbul edir.